Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Hər vaxtınız xeyir, əziz izləyicilər. Günün ən diqqət çəkən xəbərləri ilə qarşınızdayıq. Sahil Babayevə yeni vəzifənin verilməsi ölkədə kadr islahatlarının davam etdiyini göstərir. Eyni zamanda Azərbaycanda maliyyə sektorunda mühüm dəyişikliklərə start verilir. Şirkətlərin reyestrə cəlb olunması şəffaflığın artırılmasına xidmət edəcək. Regionda isə gərginlik səngimək bilmir. Tehran danışıqları donduraraq Amerika Birləşmiş Ştatları şərtlər irəli sürüb. Vaşinqtondan isə sərt xəbərdarlıq gəlib, vətəndaşlara İranı tərk etmək çağırışı edilib. Hörmüz boğazında vəziyyət daha da kəskinləşib. Trump donanmaya əmr verib. Xamenei ilə bağlı yayılan son xəbərlər isə diqqət mərkəzindədir. Bizi izləməyə davam edib, fikirlərinizi rey bölməsində bildirməyə unutmayın. Gənclər və İdman naziri Fərid Qayıbovun iştirakı ilə Azərbaycan Boks Federasiyasının ümumi yığıncağı keçirilib. Oxu24.com xəbər verir ki, Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov 2022-2026-cı illər ərzində federasiyada görülən işlərə dair hesabatı təqdim edib. Bildirilib ki, Prezident İlham Əliyevin Azərbaycan idmanının inkişafına xüsusi qayğısı ölkə boksunun da yeni nailiyyətlər əldə etməsinə imkan verib. Boksçularımız son 4 ildə beynəlxalq yarışlarda 178 qızıl, 165 gümüş və 307 bürünc olmaqla ümumilikdə 650 medal qazanıb. Belə bir neçə rəsmi yarışlarda yeni rekordlar müəyyənləşdiriblər. Gənc məşqçi və hakimlərin təcrübələrinin artırılması istiqamətində də mühüm addımlar atılıb. Bakı ilə yanaşı bölgələrdə də boks idman növü üzrə maddi-texniki baza gücləndirilib. Ardınca növbəti 4 il üçün federasiya rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti, Natiq Həsənov və Vaqif Kazımov vitse-prezidentləri, Fuad Hacıyev və Rövşən Hüseynov idarə heyətinin üzvləri seçiliblər. Sonda Sahil Babayev göstərilən etimada görə təşəkkürünü bildirib və federasiyanın qarşıdakı fəaliyyət planları barədə məlumat verib. Azərbaycanda maliyyə sektorunun mühüm qollarından biri olan lizinq fəaliyyəti ilə bağlı qanunvericiliyə mühüm yeniliklər gətirilir. Belə ki, maliyyə icarəsi lizinq ilə məşğul olmaq istəyən şəxslərin xüsusi reyestrə daxil edilməsi və bunun üçün dövlət rüsumunun ödənilməsi qaydaları müəyyənləşib. Bu addım bazarda fəaliyyət göstərən şirkətlərin rəsmi qeydiyyatını təmin etməklə yanaşı, sahə üzrə nəzarət mexanizmlərini daha da gücləndirməyi hədəfləyir. Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, reyestrə daxil edilmə lizinq fəaliyyəti göstərən şirkətlərin rəsmi qeydiyyata alınmasıdır. Bu, bazarda kimlərin fəaliyyət göstərdiyinə dair məlumatların öz təsbitini tapması və proseslərə nəzarətin gücləndirilməsi deməkdir. Ekspertin sözlərinə görə bu yenilik sahibkarlar üçün daha etibarlı bir mühit yaradacaq və ölkənin ümumi investisiya cəlbediciliyinə müsbət təsir göstərəcək. Yeni sistem bazarda şəffaflığı artıracaq və tərəflər arasında etimadı gücləndirəcək. Dövlət rüsumlarının tətbiqi və ya artırılması yeni şirkətlərin bazara daxil olmasını müəyyən qədər çətinləşdirə bilər. Rüsumların artmasına baxmayaraq, prosesin rəsmiləşdirilməsinin müsbət effektləri daha yüksəkdir. Çünki bu, qeyri-rəsmi fəaliyyətin qarşısını alır. Eldəniz Əmirov qeyd edib ki, maliyyə icarəsi verənlərin qeydiyyata alınması bütövlükdə iqtisadiyyat üçün irəliyə doğru atılmış bir addım kimi qiymətləndirilməlidir. Qeyd edək ki, yeni qaydalara əsasən maliyyə icarəsi verənlərin reyestri Mərkəzi Bank tərəfindən aparılır. Bu qeydiyyat sistemi lizinq şirkətlərinin maliyyə dayanıqlığını izləməyə və istehlakçıların hüquqlarını qorumağa imkan verir. Dövlət rüsumunun müəyyən edilməsi isə bu sahənin tənzimlənən iqtisadi fəaliyyət növü kimi statusunu möhkəmləndirir. İran və ABŞ arasında münaqişənin nizamlanması üzrə İslamabadda keçirilən danışıqlar prosesi hazırda faktiki olaraq dondurulub.
Oxu Az bildirir ki, bu barədə Al Arabiya telekanalı Pakistanlı mənbəyə istinadən xəbər verir. Danışıqların ləğv edilməsindən söhbət getmir, lakin hazırda onlar dayandırılıb, tam mənası ilə dondurulub. Danışıqların davam etdirilməsi üçün həm İran, həm də ABŞ tərəfindən güzəştlər tələb olunur, deyə məlumatda vurğulanır. İsrailin müdafiə naziri, İrana zərbə endirmək üçün ABŞ-ın qərarını gözləyirik. ABŞ prezidenti sərt danışdı. İran razılaşmasa boğaz bağlı qalacaq. Vaşinqtondan kritik xəbərdarlıq. İranı indi tərk edin. Hörmüz boğazında gərginlik artır. Trump ABŞ donanmasına əmr verdi. Foto. Eyni zamanda Pakistanlı diplomat qeyd edib ki, danışıqlarda irəliləyiş çox zəifdir. Bildirilir ki, müzakirələrdə əsas maneə hələ də ABŞ tərəfindən tətbiq edilən dəniz blokadasının davam etməsidir. İran bu blokadanın aradan qaldırılmasını dialoqun davam etdirilməsi üçün əsas şərt adlandırır. ABŞ Dövlət Departamenti ABŞ vətəndaşlarının qismən yenidən açılmasından sonra ABŞ vətəndaşlarına o ölkəni tərk etməyi tövsiyə edib. Oxu Az bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında məlumat verilib. 21 aprel tarixindən etibarən İran hava məkanı qismən yenidən açılıb. ABŞ vətəndaşları İranı indi tərk etməli. Aktual informasiya almaq üçün yerli TV izləməli və İrandan həyata keçirilən uçuşlarla bağlı əlavə məlumat üçün kommersiya daşıyıcıları ilə əlaqə saxlamalıdırlar. İranı tərk etməyə çalışan ABŞ vətəndaşları bunu Ermənistan, Azərbaycan, Türkiyə və Türkmənistan vasitəsilə quru yolu ilə də edə bilərlər, deyə məlumatda bildirilib. Dövlət Departamenti həmçinin ABŞ vətəndaşlarına Əfqanistan, İraq və Pakistanın İranla həmsərhəd olan ərazilərinə səyahət etməməyi tövsiyə edib. İranı tərk edə bilməyən ABŞ vətəndaşlarına növbəti xəbərdarlığadək yaşayış yerlərində, evlərində, hotellərdə və ya digər binalarda qalmaları, eləcə də pəncərələrdən uzaq durmaları tövsiyə olunub. Daha əvvəl bildirildiyinə görə, Tehran da daxil olmaqla İranın 6 hava limanında hava nəqliyyatının fəaliyyəti qismən bərpa olunub. Aprelin 18-də İran hava məkanının qismən açılması elan edildikdən sonra ilk sərnişin təyyarəsi Omandan İrana yola düşüb. ABŞ hərbi dəniz qüvvələrinə Hörmüz boğazı ərazisində sulara mina buraxan hər bir gəmini ölçüsündən asılı olmayaraq dərhal vurub məhv etmək barədə tapşırıq vermişəm. Oxu Az xəbər verir ki, bu fikirləri ABŞ lideri Donald Trump özünün Truth Social platformasındakı hesabında yazıb. O həmçinin qeyd edib ki, hazırda ABŞ-ın mina axtaran gəmiləri boğazda təmizləmə əməliyyatları həyata keçirir. Trump bu prosesin dayandırılmaması və intensivliyinin 3 qat artırılması ədaqlı aidiyyəti qurumlara göstəriş verdiyini də vurğulayıb. İranın siyasi elitasında İsrailin mümkün hücum qorxusu və ali lider Müctəba Xameneyinin səhhəti ilə bağlı gərginlik pik həddə çatıb. Dünyanın nüfuzlu nəşrlərindən olan The New York Times-in yaydığı sensasyon məlumata görə, təhlükəsizlik riskləri səbəbindən yüksək vəzifəli rəsmilər ali liderlə birbaşa təmasdan tamamilə imtina ediblər. Hazırda ölkənin bir nömrəli şəxsi ilə bütün əlaqələr müasir texnologiyalardan kənar, yalnız xüsusi kuryerlərin daşıdığı əlyazma qeydlər vasitəsilə həyata keçirilir. Nojoment Az xəbər verir ki, Xameneyinin bir neçə ağır əməliyyat keçirdiyi və üz nahiyəsində ciddi yanıq xəsarətləri olduğu iddia edilir. Ən diqqət çəkən məqam isə odur ki, ixtisasca kardiocərrah olan İran prezidenti Məsud Pezeşkan və Səhiyyə naziri ali liderin müalicə prosesində şəxsən iştirak edirlər. Hələlik rəsmi Tehran tərəfindən təsdiqlənməyən bu iddialar İran rəhbərliyinin həm daxili sərhəd problemləri, həm də kənar sui-qəsd qorxusu ilə mühasirəyə alındığını göstərir.